Ramiz Mehdiyevin barəsində ev dustaqlığına alınmasına dair qəti imkan tədbirlərinin seçilməsi onun haqqında yeni faktların ortalığa çıxmasına səbəb olur. Belə ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlətimizə qarşı bir çox təxribat xarakterli addımlar atıb. Onunla bağlı ortalığa çıxan fotodan da görünür ki, həqiqətən də Rusiya rəhbərliyindən təlimatlar alırmış. Son vaxtlar ölkənin rəsmi agentlikləri tərəfindən yayılan məlumatlardan da məlum olur ki, prezident administrasiyasının sabiq rəhbəri Azərbaycanda çevriliş etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. O, Azərbaycanla Rusiya arasında münasibətlərdən yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Bu məsələdə Moskvadan dəstək gözləyib. Ramiz Mehdiyev planında hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Məlumata görə Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Azərbaycan və Rusiya prezidentinin görüşdüyü düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib. Bununla da Mehdiyevin məxfi planları ifşa olundu.